Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir və bugün biz Mədinə Tədris kursunun 1-ci kitabının 16-cı dərsini keçəcəyik. Bu dərsdə biz bir qrammatik mövzuya toxunacağıq və bu da ərəb dilində qeyri-aqil, yəni insan olmayan isimlərin cəmini öyrənəcəyik. Ümumiyyətlə, ərəb dilində aqil isim dedikdə insan varlıqlarını bildirən isimlər nəzərdə tutulur. Məsələn, racülun, kişi, talibun, tələbə, müdərrisun, müəllim, mühəndisun, mühəndis və s. Amma qeyri-aqil, yəni aqil olmayan isimlər dedikdə isə insan olmayan varlıqların adını bildirən isimlər, məsələn, kitabun, qələmun, yəni bura daxildir. Deməli, heyvanlar və həmçində cansız əşyalar. Və bu isimlərin cəmi bugün öyrənəcəyik və bu isimlərin cəminin qrammatik xüsusiyyətlərini biləcəyik. Və qayda belədir ki, bizdə qayda ərəb dilində qeyri-aqil, yəni insan olmayan varlıqların adlarını bildirən isimlərin cəmi öz təkdəki, yəni təkindəki cinsindən asılı olmayaraq müənnəs, yəni qadın cinsi isimlərinin təkinin qrammatik xüsusiyyətlərini kəsb edir. Nə deməkdir bu? Bu mövzunu, yəni bu dərsi izah etmək üçün mən müənnəs, daha doğrusu aqil isimlərin cəmi ilə qeyri-aqil isimlərin cəmini müqayisə etmək istərdim. Məsələn, birinci bir aqil bildirən bir isim götürək, məsələn, talibun sözünü götürək və onu həm təkdə, həm cəmdə işlədək. Sonra isə qeyri-aqil bir isim götürürük, məsələn, kitabun sözünü götürərik və bunun həm təkdə, həm cəmdə işlədib, onların deməli, qrammatik xüsusiyyətlərini öyrənək. Məsələn, tutaq ki, yazıram bura, belə bir deməli, aqil isim, yəni dasqanı, lövhəni iki yerə bölürəm. Yəni, bura aqil isim yazıram. Aqil, məsələn, deyirəm ki, həzə talibun cədidun. Bu, yeni tələbədir. Huva minəl yəbəni. O, Yaponiyadandır. Məsələn, belə bir cümlə yazaq. İndi isə bunu cəmə çevirək. Cəmə çevirsə sözsüz ki, burada həzə işarə əvəzi cəmlənib, həuləy olacaq. Həuləy tulləbun cududun. Hum minəl yəbəni. Onlar Yaponiyadandır. Fikir versə görərik ki, burada biz həzə işarə əvəzliyi həulə ilə əvəz olundu cəmdə və həmçində huva şəxs əvəzliyi hum ilə əvəz olundu. İndi isə qeyri-aqil, yəni aqil olmayan bir isim götürək. Məsələn, kitabun götürürəm. Deyirəm ki, yazıram ki, həzə kitabun cədidun. Bu, yeni kitabdır. Huva li hamidin. O, hamidindir. İndi isə bax, bu qeyri-aqil ismi cəmə çevirək. Cəmə çevirsək, kitabun sözünün cəmi kutubundur və bu zaman bizim qaydaya əsasən biz bu qaydada keçdik ki, ərəb dilində qeyri-aqil isimlərin cəmi, yəni təkindəki cinsindən asılı olmayaraq, yəni baxmayaraq ki, təkdə kitabun sözü
müzəkkər, yəni kişi cinsindədir. Biz bunu cəmə çevirsək, cəmlənsək, yəni kutubun yazsaq, bu zaman biz buna qadın cinsinin təki, yəni sanki biz bunu qadın cinsinin təkində olan bir söz kimi götürüb və ona uyğun biz ona deməli həmin sözə işarə edəcəyik, yəni qadın cinsinin təkində işarə edəcəyik və həmçində şəxs əvəzliyi aid olan şəxs əvəzliyi də qadın cinsinin təkində, yəni müənnəs təkdə göstərəcəyik. İndi isə baxaq. Yazıram ki, həzə bu zaman kitabun cəmi kutubundur. Kutubun və kutubun gördüyümüz kimi qeyri-aqil isimdir və ismin cəmidir. Yəni insan bildirmir. Və buna görə də biz buna qadın cinsinin təkində, yəni həzihi işarə əvəzliyi ilə işarə edəcəyik. Həzihi kutubun və həmçində sifət də burada cədidun yox, cədidətun olacaq. Həzihi kutubun cədidətun hiyə, artıq burada huva yox, hiyə li hamidin. Bu yeni kitablardır. Onlar, yəni burada hiyə artıq deməli kutubuna aiddir. Yəni bu hiyə şəxs əvəzliyi kutubuna qayıdır. Hiyə li hamidin. Və burada gördüyümüz kimi aqil ismin cəmində, yəni tulləbunda şəxs əvəzliyi də cəmdə işləndi. Hum işləndi. Və həmçində işarə əvəzliyi də cəmdə işləndi. Amma kitabun cəmi, yəni qeyri-aqil ismin cəmi isə kutubun isə gördüyümüz kimi bu qadın cinsinin təki kimi götürüldü. Baxmayaraq ki, özü təkdə kitabun müzəkkər isimdir, yəni kişi cinsindədir. Biz onu cəmə çevirsək, artıq o qadın cinsinin müənnəs tək, yəni sanki burada qadın cinsinin təkində olan bir söz varmış kimi, məsələn, tutaq ki, səyyəratun sözü varmış kimi biz buna müraciət etdik. Həzihi kutubun cədidətun və gördüyünüz kimi burada sifətdə uzlaşdı qadın cinsində. Hiyə, yəni kitablardan söhbət gedir. Hiyə li hamidin. Onlar həmidindir. Və həmçinin feillər də, yəni feillərlə işləndikdə də qeyri-aqil, yəni insan olmayan varlıqların adlarını bildirən isimlərin cəmi qadın cinsinin təki kimi deməli götürüləcək. Məsələn, tutaq ki, belə bir cümlə yazıram. Yazıram ki, ət-tulləbu xaracu. Ət-tulləbu xaracu minəl fasli. Tələbələr sinifdən çıxdılar. Və burada ət-tulləbu cəm olduğu üçün xaracu feili də üçüncü şəxsin müzəkkər cəmində işlənib. Və yaxud qadın cinsi götürsək, ət-talibətu xaracnə minəl fasli. Tələbə qızlar sinifdən çıxdılar. Amma qeyri-aqil isimlərdə isə məsələn götürək himərun uzunqulaq sözünü və bunun cəmini işlədək. Bu zaman biz işlədəcəyik, deyəcəyik ki, əl-humuru himərun cəmi. Əl-humurudur. Əl-humuru məsələn, xaracnə, daha doğrusu əl-humuru cəm qeyri-aqil ismin deməli cəmi olduğundan artıq müənnəs təkdə, qadın cinsinin təkində işlənəcək. Əl-humuru xaracət minəl həqli. Məsələn, uzun qulaqlar tarladan çıxdılar.
Və burada gördüyümüz kimi əl-humuru qeyri-aqil ismin cəmidir, yəni uzun qulaqlar və buna görə də feil müənnəs təkdə, yəni qadın cinsinin təkində, yəni hiyə işləndi. Əl-müdərrisu Limən hədihil əqləmu yə Muhammədu Bu qələmlər kimindir, ey Məhəmməd? Muhammədun hiyə li yə ustazu 16-cı dərsimizdə biz qeyri-aqil, yəni insan olmayan isimlərin cəmini keçdik və burada görsək, əl-əqləmu qaləmunun cəmidir və fikir versək, burada qaləmun sözü təkdə müzəkkər olmasına baxmayaraq, burada buna həzihi, yəni qadın cinsinin müənnəs təkində müraciət olunub, işarə olunub. Və buna səbəb budur ki, biz dərsdə öyrəndiyimiz kimi ərəb dilində insan olmayan, yəni qeyri-aqil isimlərin cəmi təkindəki cinsindən asılı olmayaraq, qadın cinsinin müənnəs təkin qrammatik xüsusiyyətlərini kəsb edir. Və buna görə də ona müənnəs qadın cinsində işarə olunur və həmçində deməli, şəxs əvəzliyi işlənərkən də, aid şəxs əvəzliyi də qadın cinsinin təkində işlənir. Və burada fikir versək görərik ki, hiyə, yəni əl-əqləmuyə hiyə deməli, şəxs əvəzliyini işlədib. Niyə görə? Çünki əqləm cəmdədir, qeyri-aqilin cəmidir. Hiyə liyə ustazu, onlar mənimdir və tərcümə olunanda da burada hiyə əgər qeyri-aqil ismə aiddirsə, onlar kimi tərcümə olunur. Onlar mənimdir, ey müəllim. Əl-müdərrisu hiyə cəmilətun ciddən, onlar olduqca gözəldir. Və görsək yenə də cəmilətun işlətdi əl-əqləmuyə, çünki qeyri-aqilin cəmidir. Və hədihil kutubul cədidətu əhiyyə ləkə, bəs bu yeni kitablar necə? Onlar da sənindirmi? Və burada da fikir versək, kitabun sözü əslində təkdə müzəkkər kişi cinsindədir. Amma buna baxmayaraq burada həzihi işarə əvəziyinə işarə olunub ona və həmçində əl-cədidətu qadın cinsinin müənnəs təkində deməli sifət verilib. Və buna səbəb, yenə də təkrar edirəm, kitabun sözünün cəmdə olması, kutubun cəmdə olmasıdır. Və qeyri-aqil isimlərin cəmi qadın cinsinin təki qrammatik xüsusiyyətlərini kəsb edir. Muhammedun lə hiyə li hamidin, xeyr, onlar həmidindir. Əl-müdərrisu əynə dəfətirukum ya ixvanu, dəftərləriniz haradadır, ey qardaşlar? Və dəfətiru dəftərin cəmidir, dəftərlər. Hiyə hunə alə həzəl məktəbi, onlar burada, bu stolun üzərindədir. Və burada fikir versək, bizə misal verib, əl-mufrad tək deməkdir. Təkdə, yəni bu ikisi aqil ismə aiddir. Həzə talibun cədidun, huva min Belçika. Bu yeni tələbədir. O Belçikadandır. Və talibun aqil isimdir, təkdədir və ona görə də normal olaraq həzə və huva şəxs əvəzlikləri işlənib. Və cəmdə işlənib. Həuləi tullabun cududun, hum min Belçika. Bunlar yeni tələbələrdir. Onlar Belçikadandır. Və fikir versək, burada da həuləi və hum, deməli, həuləi işarə əvəzliyi və hum şəxs əvəzliyi işlənib. İndi isə qeyri-aqilin cəminə fikir verək. Əl-mufrad təkdə, həzə kitabun cədidun, huva min Belçika. Bu, yeni kitabdır, o, Belçikadandır. Və cəmdə isə, həzihi kutubun cədidətun,
Bunlar yeni kitablardır. Hiyə min Belçika. Onlar Belçikadandır. Və fikir versək görərik ki, burada kutubun cəmdə olduğu üçün, kitablar olduğu üçün həzihi işarə əvəzliyi və həmçində hiyə şəxs əvəzliyi işlənib. İndi isə bizə nümunələr verilib, isimlər verilib və bu isimlərin birinci tərəfi işarə əvəzliyindən, ikinci tərəfi xəbər isə ümumi isimdən ibarətdir. Və biz burada ümumi isimləri cümlələrin qarşısında verilən cəmdə işlətməliyik və buna uyğun olaraq işarə əvəzliyində həzə deyil, həzihi işlədəcəyik. Həzə beytun, bu evdir. Həzihi buyutun, bunlar bu evlərdir və yaxud bunlar evdirlər. Həzə nəcmun, bu ulduzdur. Həzihi nucumun, bunlar ulduzlardır. Həzə dərsun, bu dərsdir. Həzihi durusun, bunlar dərslərdir. Həzə qələmun, bu qələmdir. Həzihi əqləmun, bunlar qələmlərdir. Həzə bəbun, bu qapıdır. Həzihi əbvəbun, bunlar qapılardır. Və fikir versək burada nucumun, buyutun, durusun, əqləmun və əbvəbun sözləri qeyri-aqil isimlərin cəmi olduğundan əslində isə özləri təkdə qadın cinsindədir, kişi cinsindədir, müzəkkərdir. Amma cəmdə isə biz bunlara həzihi işarə əvəzliyi ilə işarə etmişik. Həzə nəhrun, bu çaydır. Həzihi ənhərun, bunlar çaylardır. Həzə cəbəlun, bu dağdır. Həzihi cibəlun, bunlar dağlardır. Həzə kəlbun, bu itdir. Həzihi kiləbun, bunlar itlərdir. Həzə bəhrun, bu dənizdir. Həzihi bihərun, bunlar dənizlərdir. Həzə kitəbun, bu kitabdır. Həzihi kutubun, bunlar kitablardır. Həzə himərun, bu uzunqulaqdır. Həzihi humurun, bunlar uzunqulaqlardır. Həzə sərirun, bu çarpayıdır. Həzihi sururun, bunlar çarpayıdırlar. Həzə dəftərun, bu dəftərdir. Həzihi dəfətiru, bunlar dəftərlərdir. Həzə məktəbun, bu yazı stoludur. Həzihi məkatibu, bunlar yazı stollarıdır. Həzə funduqun, bu mehmanxanadır. Həzihi fənadiqu, bunlar mehmanxanalardır. Həzihi səatun, bu saatdır. Həzihi səatun, bunlar saatlardır. Həzihi səyyəratun, bu maşındır. Həzihi səyyəratun, bunlar maşınlardır. Həzihi tairatun, bu təyyarədir. Həzihi tairatun, bunlar təyyarələrdir. Zəlikə nəcmun, o ulduzdur. Tilkə nucumun, onlar ulduzlardır. Tilkə səyyəratun, o maşındır. Tilkə səyyəratun, onlar maşınlardır. Növbəti tapşırığımızda bizə 3 işarə əvəzliyi verilib. Bunlar həzə, bu həzə işarə əvəzliyi
Mufrad, yəni müzəkkər kişi cinsinin təki üçün işlənir. Həzihi işarə əvəzliyi müənnəs mufrad, yəni qadın cinsinin təki və həmçinin də qeyri-aqil isimlərin cəmi üçün işlənir. Həulə isə aqil cəm üçün işlənir. Bax, biz bu üç işarə əvəzliyindən yaxın üçün istifadə olunan bu üç işarə əvəzlikdən münasib olanını boşluqlara qoyub cümlələri tamamlamalıyıq. Raculun kişi, aqil cəm təkdə olduğu üçün həzə işlənir. Bu həzə işarə əvəzliyi həm aqil, həm də qeyri-aqil müzəkkər kişi cinsinin təki üçün işlənir. Həzə raculun. Ricalun. Həuləi ricalun. Kəlbun it. Həzə kəlbun. Kiləbun itlər və qeyri-aqil ismin cəmi olduğundan həzihi işarə əvəzliyi işlənəcək. Həzihi kiləbun. Durusun dərslər qeyri-aqilin cəmi olduğundan həzihi durusun. Müdərrisunə müəllimlər aqil cəm olduğundan həuləi işlənəcək. Həuləi müdərrisunə, bunlar müəllimlərdir. Əxavəti, bacılarım. Həuləi əxavəti. Və həuləi işarə əvəzliyi həm müzəkkər, həm müənnəslər üçün işlənir. Aqil isimlər üçün. Əqləmun, qələmlər. Həzihi əqləmun. Kitəbun. Həzə kitəbun. Səyyəratun. Həzihi səyyəratun. Səyyəratun. Həzihi səyyəratun. Himərun, uzunqulaq. Həzə himərun, bu uzunqulaqdır. Kutubun, kitablar. Qeyri-aqilin cəmi olduğundan həzihi kutubun, bunlar kitablardır. Humurun, uzunqulaqlar. Qeyri-aqilin cəmidir. Həzihi humurun, bunlar uzunqulaqlardır. Aynun, göz, bədən üzvü olduğundan və həmçinin cüt olduğundan müənnəs qadın cinsində işlənəcək. Həzihi aynun, bu gözdür. Tabibətun, həkim qadın. Həzihi tabibətun, bu həkim qadındır. Tabibətun, həkim qadınlar. Həuləi tabibətun, bunlar həkim qadınlardır. İndi isə bizə uzaq üçün işlənən işarə əvəzlikləri verilib. Bunlar zəlikə, həm müzəkkər, həm bu müzəkkər, həm aqil, həm də qeyri-aqil isimlər üçün işlənir təkdə. Tilkə, bu müənnəs, yəni qadın cinsinin təki və həmçində qeyri-aqil isimlərin cəmi üçün işlənəcək. Uləikə isə həm müənnəs, həm də müzəkkər, yəni həm kişi, həm qadın cinsinin aqil isimlərin cəmi üçün işlənəcək. Talibun, zəlikə talibun, o tələbədir. Tulləbun, uləikə tulləbun, onlar tələbələrdir. Nəcmun, ulduz. Zəlikə nəcmun, o ulduzdur. Nucumun, ulduzlar. Tilkə nucumun, onlar ulduzlardır. Bintun, qız. Tilkə bintun, o qızdır. Bənətun, uləikə bənətun, onlar qızlardır. Dərracətun, velosiped. Tilkə dərracətun, o velosipeddir. Dərracətun, velosipedlər. Tilkə dərracətun, onlar velosipedlərdir. Sərirun, zəlikə sərirun, o çarpayıdır. Sururun, çarpayılar. Tilkə sururun, onlar çarpayılardır. Dəcəcətun, toyuq. Tilkə dəcəcətun, o toyuqdur. Müdərrisətun, müəllimə. Tilkə müdərrisətun, o müəllimədir. Müdərrisətun, müəllimələr. Aqil cəm olduğundan
Ulaike muderrisatun. Onlar müəllimələrdir. Haccun hacı. Zəlikə haccun. O hacıdır. Hüccacun hacılar. Ulaike hüccacun. Onlar hacılardır. Mescidun. Zəlikə mescidun. O məsciddir. Seyyaratun maşınlar. Tilkə seyyaratun. Onlar maşınlardır. Və bununla da biz işarə əvəzliklərini öyrəndik və burada bizə əsməul işarəti lil qaribil aqili, yəni aqil yaxın üçün işlənən işarə əvəzlikləri verilib və yaxın aqil üçün, aqil yəni insan bildirən isimlər üçün işlənir. Həzə yaxın, deməli tək üçün. Həzə talibun, bu tələbədir. Qadın cinsində isə həzihi talibətun, bu tələbə qızdır. Cəmdə isə həm müənnəs, həm müzəkkər üçün həuləy işlənir. Həuləi tulləbun, bunlar tələbələrdir. Və həuləi talibətun, bunlar tələbə qızlardır. Əsməul işarəti lil bəidil aqili, aqil uzaq üçün işlənən işarə əvəzlikləri. Zəlikə, tilkə və ulaikə işarə əvəzlikləridir. Zəlikə müzəkkər kişi cinsin təki üçündür. O, zəlikə talibun, o tələbədir. Tilkə isə müənnəs üçündür. Tilkə talibətun, o tələbə qızdır. Ulaikə tulləbun, onlar tələbələrdir. Ulaikə talibətun, onlar tələbə qızlardır. Əsməul işarəti lil qaribi qayril aqili, qeyri-aqil, yəni insan bildirməyən varlıqların yaxın üçün işlənən işarə əvəzliyi. Bunlar hansılardır? Həzə, bu kişi cinsinin təki üçündür. Həzə beytun. Müənnəs üçün isə həzihi işarə əvəzliyi işlənir. Həzihi seyyaratun. Qeyri-aqilin cəmi üçün isə yenə də həzihi işarə əvəzliyi işlənir. Həzihi buyutun, həzihi seyyaratun. Əsməul işarəti lil bəidi qayril aqili, qeyri-aqil isimlərin uzaq üçün işlənən işarə əvəzliyi. Bunlar zəlikə və tilkədir. Zəlikə beytun, o evdir. Tilkə seyyaratun, o maşındır. Qeyri-aqil üçün isə yenə tilkə işlənəcək. Tilkə buyutun, onlar evlərdir. Və tilkə seyyaratun, onlar maşınlardır.